Belə bir sual verilib qrupda ki, aranızda kimsə depressiyadan, panik atakdan, qorxulardan qurtulmaq üçün antidepression içərək qurtula bilibmi? Bəziləri yazıb ki, mən başladım, amma daha da betər oldu vəziyyətim. Bıraxdım bütün dərmanları, özümə düşündüm, kömək edə bilərəm. Bunu ümumiyyətlə necə cavablandırmaq istəyərdim? Panik atak, təşviş, stres, qorxular müəyyən bir hadisədən sonra yaranıb, müəyyən bir stresli, təşvişli vəziyyətdən sonra yaranıb. Bunu biz dərman içərək aradan qaldırmağa çalışsaq, depressiyanı müəyyən bir hadisədən, ayrılıqdan və yaxud da ki, yəni səbəb var, onun altında yatan səbəb var. Onu dərman içərək sakitləşəcəyimizi düşünürük, amma beyin daha da yatır və aradan problemə toxunmadıqca, problemə aradan qaldırmaq üçün bir hərəkət etmədikcə problem orada qalır. Problem orada qalaraq depressiyada olaraq başqa işlərdən məşğul olsaq, bu yenə də bastırma. Başqa işlər nələrdir? Məsələn, yaxınlarımız bizə deyir ki, çıx evdən, gəz, nələrsə alış-veriş et, ölkəni biraz tərk et, rayona get, harası get, başın qarşısına vəziyyətdən çıxacaqsan. Bu problemi bastırmaqdır, görməzdən gəlməkdir. Bu elə ki, həmin təşvişli, depressiyalı vəziyyəti daha da üstünə gəlir. Məsələn, sən deyirsən, depressiya və panikada bu vəziyyətlərdə məsələn, rayona getdin, harasa getdin, alış-veriş etdin, harası başını qatdın, düzdürmü? Sən oradan yenə geri gəlib, yenə eyni alana düşürsən. Adi bir musiqi, adi bir kiminsə davranışı sənə hadisəni xatırladır, o orada qaldığı üçün. Və sən 2 qat təzədən depressiyaya düşürsən. 2 qat. Sonra 2 qat çıxmaq üçün başqa məsələlərlə məşğul olursan, təzədən yenə 2 qat. Bunlar bastırılıb gələndə insanın artıq psixoloqa gəlib çatanda nə edirik? Artıq insanın beyni susmur. Beyin o qədər danışır ki, gecə-gündüz yuxusuzluq, yata bilməmək, yuxunun qaçması, gün ərzində qarmaqarışıq həyat tərzi, o qədər bunu təkrar eyni edirik ki, çözüm etmirik. Problemi üzərinə gedib onu danışmaq istəmirik. Danışsaq daha da pis olacağıq deyə psixoloqa gəlmirik. Niyə toxunum, niyə yadıma salım, niyə o günlərə yenidən qayıdım deyərək biz bastırdığımız üçün başqa bir bədən, artıq ruh dözə bilməyəndə bədəndə xəstəliklər, ağrılar şəklində üzə çıxır. Sualın cavabı da budur ki, depressiyalı, antidepressantlar sənin depressiyanı çıxardır. Xeyr, depressiyanı çıxartmır, amma psixoloqla bərabər vəziyyətinə uyğun, əgər psixoloq da məsləhət görərsə, müəyyən bir yerə kimi o dərmanlar bizə kömək edə bilər və ondan sonra normal həyat tərzinə keçmək üçün. Yox, sırf sən depressiyadan çıxmaq üçün, panik atak, təşvişdən çıxmaq üçün dərman, antidepression, psixiatr buna təmiz kömək edəcək, yox. Bu paralel olmalıdır. Psixoloq və psixiatrik dərmanlar paralel olmalıdır ki, sən bir nəticə görəsən. Yəni, tək psixoloq vəziyyətinə görə sənə kömək edə bilməz, tək psixiatr da. Ona görə bu qarşılıqlı əməkdaşlıqda olmalıdır ki, sən bir nəticəni görəsən. Depressiyadan çıxmaq üçün sən depressiyanı nədir səbəbi? Yenidən depressiyaya qayıtmaqdan qorxursansa, öz qorxularınla yüzləşməkdən qorxursansa, onları həll etməyə cəsarətin yoxdursa, o zaman başını qatırsan, yəni bu həyat tərzi necədirsə elə. Yox, əgər bunu təkrar yaşamaq istəmirsənsə, təkrar eyni döngülər yaşamaq istəmirsənsə, artıq bir şeyləri qurban vermək lazımdır. Bir komfort zonundan çıxmaq lazımdır. Özünlə üzləşməkdən qorxmamaq lazımdır. Üzləşdikcə zaten sən daha yüksək gedəcəksən, həll edərək, dibə yox. Psixoloqa getmə, mən dəli deyiləm ki, psixoloqa gedim. Psixoloqa normal insanlar gəlir, amma psixiatra bizi aparırlar, məcbur oluruq. Çünki artıq biz psixiatrik vəziyyətə çatmışıq. Ona görə hələ də düşünürəm ki, bizim ölkədə psixoloq və psixiatrı ayıra biləcək, yəni inanmıram artıq bu qədər psixoloji biliklərin, savadların, yəni məlumatların yayılması bizə təsir etməz. Amma psixoloq normal, düşüncəli, həyatını dəyişməyə, düşüncələrini dəyişməyə, həyat tərzini dəyişməyə, özünə mübarizədə olan insanların, güclü insanların gedə biləcəyi yerdir.
Çünki insan özündən üzləşməkdən qorxur. Düzdür, bizim egomuz bizi bəsləyir. Komfort zonadan çıxma, belə də davam et. Sən hər şey özün bacaracaqsan. Əgər sən hal-hazırda olduğun vəziyyətdən şikayət edirsənsə, qəbul etmirsənsə yaşadığını, o zaman sən komfort zonanı tərk etməlisən. Komfort zonanı tərk etdinsə, bir başqa bir yeniliyə hazır olmalısan. Ona hazır deyilsənsə, o zaman sən qalırsan qaldığın yerdə və həyat tərzini eyni döngələrdə davam edirsən. O vaxta kimi sən artıq dibə düşdün, dərk etdin. İnsan dərk etmədən dəyişikliyə başlamır. Dərk edəndən sonra biz dəyişməyə artıq görürük ki, itirəcək bir şey yoxdur. Dəyişməyə başlayırıq. Məsələn, bir insan ailə həyatından narazıdır və yaxud da xəyanət görür və yaxud da ki, yoldaşının istədiyi qədər sevgi, dəyər görmür. O qadın bitirməyi, buna dözüb davam etməyi seçir. Yəni, hara kimi dözməsi, hara kimi davam etməsinin yerinə həmin qadın o kişinin etdiyi xəyanəti kişiyə yaşadır. O, onu bilsə də, bilməsə də, hiss etsə də. Yəni, çünki bu formada qisas alaraq ailə həyatının, yəni kimsə bilmir ki, onsuz da ailə həyatı davam olunsun. Bu isə sənə başqa yerlərdən sənə cəzanı, enerji bir formadan digər formaya keçir, itmir. Həmin qadının etdiyi xəyanət və kişinin etdiyi xəyanəti heç yerə fırlanmır. Həmin insanların özünə geri dönüş edir. Əgər bu sırf ailəni saxlayayım deyə də, komfort zonanı pozmayayım və yaxud da ki, evlə bağlı bir problem yaranmasın uşaqlardan. Yəni, insan ailəni kiminsə gözündə saxlayır ki, biz ailəyik, amma öz ailəmdə tamam çoxdan dağıldı. Bu insanın özü ilə dürüst olmadığına görə enerji ona bir yerdə bir cəzanı verəcək. Cəzanı verir, xəstəliklə verir, ailədə olan problemlərlə verir, uşaqlarla verir. O yüzden insan özü ilə nə qədər dürüst olarsa, qorxularıyla, depressiyasından, panik atakla, xəstəliklərini mübarizəni davam edərsə, onu başqa problemlərlə bastırmazsa, daha çox biz nəyə yönəlirik? Ailəyə verməyimiz lazım olan sevgini yönəldirik daha çox işə. İş və pulu daha çox qazanaq, evdəkilər o qədər önəmli deyil. Məsələn, evin enerjisini tamamilə kəsib, məsələn, %10% evə enerji verəndə, ailə üzvlərinə dəyər, sevgi verəndə, %90 sən işini ayıranda, balans pozulduğuna görə sən o işdən qazandığın pulun daim bir heç olur. Daim balansı pozduğuna görə bir heç olur. Bu da həmin insanın daha çox 90% işə ayıran, pula ayıran insanın panik atakı, müəyyən xəstəlikləri, baş edə bilmədiyi problemlərə gətirir çıxar və balansı pozur. Məsələn, həmin insanın özünün psixoloji narahatçılığı, hər şeydə demək olar ki, biz bu balansı pozduğumuza görə düşünürük ki, həyat tərzimizdə bu normaldır da. Yəni, o stop edib buna baxmadığımıza görə, niyə görə mən normal həyat şəraiti yaşamıram? Harada balansı pozmuşam? Və psixoloqa gedək, məsələn, yoldaşı deyəndə, neyniyəcək ki, nə baş verəcək ki? Psixoloq sadəcə olaraq sənin egonu doyuzdurmur, səni tərifləmir, düz edirsən, sənə sadəcə olaraq nəydə, hansı balansı pozduğun üçün bunları yaşayırsan, aydınlanma gəlir sənə, sən bir harda doğru balans, doğru enerji pozduğunu göstərir, sən tərifləmir, sən istədiyin sözləri sənə demir. Sadəcə sən şuur altında olan problemləri, yaşadığın vəziyyətin səbəblərini, köklərini göstərir. Sən bunu davam etmək istəyərsən, düzəltmək istəyirsənsə və getmək istəyirsənsə bu yolu, sənə addım-addım bu yolları göstərir. Yox, qaçmağı seçiriksə, eyni həyat tərzindən vidalaşmaq istəmirik, qorxularımız var, üstəlik panik atak var. Bu problemləri kompleks şəkildə, panik atak, stres, OKB, bunların hamısı birdən üzə çıxmayıb, iki tək-tək bastıraraq üzə çıxdığına görə seanslarda bunlar tək-təkdə yoxa çıxaraq immun bir problemi həll etmiş oluruq.
Yəni problem nə qədər çox olarsa, zaman da o zaman.